İradə xanım, biz ümumiyyətlə görürük ki, xaricdə dəri ilə bağlı problemlərə daha çox üstünlük verirlər və dəri analizlərinə daha çox gedirlər. Bizdə isə təəssüf ki, bu vəziyyət belə deyil və siz bu barədə nə düşünürsünüz? Təəssüf ki, zamanın yetməzliyindən və ya maddiyyatın məhdudluğundan insanlar özlərini diaqnoz qoymağa çox meyllidirlər. Hazırda da sağ olsun süni intellekt həyatımıza o qədər böyük bir hissəsini tutur ki və insanlar burdan ala bilirəmsə məlumat, niyə gedim ekspertə kimi düşünürlər, amma nəzərə alınmır ki, süni intellektdə də əllə yazılır, yəni bunların hamısı və daxil olunan məlumatlar düz baxışdır. Əgər iltihab istəyirsənsə, sənə turşu məsləhət görəcək. Süni intellekt nəzərə almır sənin individuallığını, dərinin xüsusiyyətlərini və yaşam tərzini ən əsasda. Sadəcə ümumi məlumat verir. Bəli. Və istifadə etdiyimiz komponentləri yenə də deyirəm, özlərimizə uyğun seçməliyik və buna da dəri individuallığı, dəri ilə xüsusi yanaşma olmalıdır. Dəriyə lazım olan şeyləri seçməliyik. Yəni ona görə də vaxt məhdudluğu və maddiyyat məhdudluğu və eyni zamanda süni intellektin həyatımızda böyük rol oynadığını nəzərə alaraqsa, bəli, Azərbaycanın hələ o mədəniyyətə gəlib çıxmağına çox var. Azərbaycanda dəriyə qulluq mədəniyyəti varlı bir insanın eləyə biləcəyi bir şeymiş kimi təqdim olunur və influencerlərin burada biraz da məncə qatqısı böyükdür. Təəssüf ki, düzgün verilməyən məlumatlar ola bilər. Reklam təklifi götürəndə mən bunu istifadə etdim, bu yaxşıdır, əladır, amma bu sənin dərinə uyğundur. Və arxasında elə müştərim var ki, gəlib sual verirlər ki, bir dənə bu serumu götürsəm mənə bəs edər. Mən də çarəsizcə sual verirəm, bir dənə soğanla yemək bişirə bilərsiniz. Bəli, tək məhsulla heç bir problemimiz həll olunmur və Azərbaycanda bunu qəbul etməliyik. Xanımlar da olaraq, bəylər də olaraq üz baxımı bir mədəniyyətdir və bunu formalaşdırmağa çalışmalıyıq. Mən əlimdən gələni edirəm ki, bunu Azərbaycanda formalaşdırmaq üçün heç olmasa kiçik bir qatqıda bulunum.